Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Bugün sizə 9 aprel 2025-ci ilin astroloji proqnozlarını söyləyəcəm. Günün ümumi mənzərəsi müəyyən qədər gərgindir, çünki planetar quruluş daha çox negativ təsirlər eləyir. Cansıxıcılıq, yeknəsəklik, bir səbəb olmadan yorğunçuluq, fikirlərin qarışması, vacib amillərin yaddan çıxması kimi hallar ola bilər. Bunu çalışın, xüsusən də işləyənlər, hansısa bir müəssisədə, bir yerdə, idarədə, şirkətdə çalışanlar, xüsusən də elə media nümayəndələrimiz diqqətli olsunlar. Nəysə yanlış deməsinlər, yanlış rəqəmlər yazmasınlar, mühasiblikdə işləyənlər, bankda işləyənlər, xüsusən də rəqəmlərlə bağlı. İndi televiziyada birini səhv deyəndə efirdə sonra düzəltmək olur, amma rəqəmlərdə filanlarda çox diqqətli olmaq lazımdır. Sənədləşdirmə işlərində, münasibətlərdə də o qədər də o hal yoxdur. Çünki balaca bir anlaşılmazlıq böyük bir mübahisəyə də səbəb ola bilər. Astrologiyanın da köməyi, mahiyyəti ondan ibarətdir ki, öncədən bu şeyləri sizə desin, ən azı bir şeydən əvvəlcədən xəbərdar olanda insan tədbirli olur. Bilirsən, yağış yağacağı deyilibsə, bu barədə məlumatın varsa, əynini qalın eləyirsən, çətir götürürsən və s. Yaxud da qalmaqal varsa, yaxud da tıxac varsa yolda, artıq sən təmkinli getsən. Amma tələsə-tələsə çıxıb, xəbərin olmasa, getsən tıxaca düşsən, adama depressiv hallar yarada bilir, yaxud da hətta nevroloji halı da yüksəldir. Ona görə öncədən biləndə insan ən azı rahatlanır, ən azı tədbirli olur. Ona görə mən bunu sizlərə deyirəm. Təbii ki, ayrı-ayrı zodiak işarələrində fərqli nüanslar da ola bilər, amma ümumi atmosfer belədir. Bir də baxır bizim özümüzün iç potensialımıza, yığdığımız enerjiyə, hadisələrə reaksiyamıza, gücümüzə, daxili və xarici gücümüzə, situasiyalardan bunun vasitəsilə də xüsusən də şuurumuz, reaksiyamız, yığdığımız təcrübə, potensial imkan verir ki, situasiyalardan müxtəlif formalarda az itki ilə çıxa bilər, yaxud da kimsə az gücə malikdirsə, çox itki ilə çıxır. Amma ayrı-ayrı bürclərin proqnozunu dinləyəndə buna özünüz də şahidlik edəcəksiniz. Gedək. Qoç bürcü. Yalnız saat 12-14 arası gərgin keçə bilər, yəni 12-dən 2-yə qədər. Qalan saatlarda iştirakçısı olduğunuz bütün proseslər zövqünüzlə vəhdət təşkil edəcək. Deməli, o yalnız 2 saat, o girişdə dediyimi yalnız 2 saatı sizə aiddir. Yəni, sizə təsir eləyəcək daha doğrusu. Axşama yaxın sevindirici xəbərlər eşidəcəksiniz. Boğa bürcü. Göy qübbəsi şəxsi işlərinizdə böyük dönüş yaranacağından xəbər verir. Perspektivlərinizi reallaşdırmağa can atın. Yalançı həmkarlarınızdan uzaqlaşmağa çalışın. Dəyərli boğalar, mən çox istərdim ki, Boğa bürcünün aprel proqnozunu bizim kanaldan dinləyəsiniz. Bürclərin aprel proqnozu adlı videodadır. Tapa bilməsəniz, bu videonun son 20 saniyəsində şəkili çıxır, üstündən vursanız qarşınıza çıxacaq. Aylıq proqnoz sizə mütləq lazımdır. Məhz bugün lazımdır onu dinləmək. Əgər kimsə dinləməyibsə, baxmayıbsa mütləq baxsın. Orada bir mesaj var, istəyərdim onu tutasınız. Bugün lazımdır, o sizə əvvəldən də deyə bilərdim, amma bugün sizə lazımdır. Baxanlar bir də baxıb, yəqin ki, tutarlar. Kim baxdısa, baxacaqsa, mümkündürsə yazsın ki, baxdım, tutdum o mesajı. Yaxud da tutmadım. Onda izahını verərik. Əkizlər bürcü. Fəaliyyət sahəsində müəyyən irəliləyişlərə nail olmaq üçün ulduzlar sizə şans yaradacaq. İki tərəfli sövdələşmələrin uğurlu olacağını nəzərə alıb, aktivliyinizi 1-5 qat artırmalısınız. Xərçəng bürcü. Saat 13-ə qədər, yəni günorta saat 1-ə qədər vaxtınızı qalmaqalsız başa vura bilsəniz, sonraki müddətdə hər hansı probleminiz olmayacaq. Yəni gün 2 yerə ayırın, saat 1-ə qədər çox diqqətli olun, birdən sonra şanslarınız artacaq. Şəxsi büdcənizi artırmaq üçün münbit şərait yaranıb ki, ondan da mütləq bəhrələnməlisiniz. Şir bürcü. Təəssüf ki, bu təqvim bürcünüz üçün hansısa qeyri-adi böyük uğur vəd etmir. Bu səbəbdən də əsas diqqətinizi səhhətə, mənzilə, yaxud da qarşınızda duran adi işlərin həllinə yönəltməlisiniz.
Qeybət və yalandan, həmçinin qeybətçi və yalançı adamlardan uzaq durun. Qız bürcü. Maliyyə məsələlərində çətinliyiniz olsa da, qarşılıqlı münasibətlər zəminində gün ərzində işləriniz qaydasında gedəcək. Ailə sevgi münasibətləri isə daha romantik müstəviyə keçəcək. Yalan vədlər verməyin. Tərəzi bürcü. Sizə qarşı qərəzli çıxışlar gözlənilir. Əgər bədxah adamlarla baş-başa gəlmək arzusunda deyilsinizsə, onda belələrindən vaxtında uzaqlaşın. İmkan olsa nahardan sonra uzaq səfərə çıxmaq olar. Əgər planınızda varsa, cibinizdə 5-10 manat varsa, çıxa bilərsiniz. Əqrəb bürcü. Maraqlı hadisələrin iştirakçısı olacaqsınız. Bu enerjini xeyirxah işlərə yönəltməyə çalışın. Çünki indi savab qazanmaq qarşınızda bağlı qalan qapıların açılmasına zəmin yaradacaq. Ox atan bürcü. Neçə müddətdən bəri ləng inkişaf edən maliyyə işləriniz bugündən başlayaraq qaydasına düşəcək. Bu istiqamətdə sizə kənardan da dəstək olacaq. Axşam qonaq getməyə dəyər. Oğlaq bürcü. Günün əsas hissəsini maraqlı tərzdə başa vuracaqsınız. Amma yaxşı olar ki, nahardan sonra işə ara verib bir qədər istirahətə aludə olasınız. Spirtli içkidən, duzlu və soyuq qidalardan uzaq olun. Su tökən bürcü. Bir neçə amillə rastlaşacaqsınız ki, bu da saat 15-ə qədər, yəni günorta saat 3-ə qədər ovqatınızda mənfi çalarlar yaradacaq. Burada çox amillər var əslində, mən də bir neçə deyirəm. Burada münasibətlər, işdəki proseslər də ola bilər, tamam ağla gəlməyəndə. Ona görə konkretləşdirmə mümkün olmadığı üçün ümumi yazmışam ki, bir neçə amillə. Hər halda düşünürəm ki, saat 3-ə qədər diqqətli olacaqsınız. Hər bir cinahda, işlətdiyiniz sözdə, davranış və münasibətlər sistemində diqqətiniz və xüsusən də səbir nümayiş etdirməyiniz lazım gələcək. Və ulduzlar göstərir ki, bugün çoxlu pul xərcləmək olmaz. Balıqlar bürcü. Ulduzlar yeni və sevindirici hadisələrin iştirakçısına çevriləcəyinizi xəbər verir. Həm yeni, həm də sevindirici. Yəni, belə yoza bilərik ki, gözlənmədiyimiz. Biz adətən çox şeylər gözləyirik ki, gözləntimiz var, filan yerdən bir xəbər çıxmalıdır. Amma burada astroloji göstəricilər sanki sizin xəbəriniz yoxdur. Yaxud az qala unutduğunuz köhnədən olan söhbətlərin yenidən yaxşı mənada dirilməsi deməkdir. Və burada işgüzar əlaqələr və hətta vacib adamlarla tanışlıq da bu sıraya aiddir. Amma gün ərzində qətiyyən riskə getməyin. Ümumiyyətlə, riskdən uzaq olmaq sizi xilas edə bilər. Belə, dəyərli dostlar, məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı, bəyənməyi, paylaşmağı, təbliğ eləməyi, canlı yayımlarımıza baxmağı, aylıq, illik proqnozlarımızı izləməyi unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.